Nətəsən qardaşlar, vaxtı xeyirli olsun. Neçə vaxt elə görüşmək istəyirik, qismət bu günəymiş. Mən sənin tamaşaçılarına xüsusi salamlayıram. Sağ ol, çox sağ ol. Böyük əksəriyyəti motosikl sevdalısı olan tamaşaçılar. Bəli. Mən sən də yenilikcə də olsa motosiklet sevginə qovuşmusan. Ona görə elə istədim ki, həm insanlara bir kiçik də olsa sənin fikrini, bu motosiklet aspektinə olan fikrini öyrənək. Əslində, mən motosikleti uşaqlıqdan sevirəm. Tamaşaçılara motosiklet haqqında bölüşəcəyim fikirlər var. Çoxdan da istəyirdim bu mövzuda danışmaq. Fürsət, qismət bugünəymiş. Mən ən çox motosiklet sürən insanları özüm motosiklet sürəndən sonra başa düşməyə başlamışam. Normalda avtomobil idarə edərkən sağımda, solumda, önümdə, arxamda hardasa bir motosiklet gələndə görmürdüm. Bugün bəzən motosikl sürdüyüm zaman məni görməyən sürücüləri görəndə əsəbləşirəm. Sonradan başa düşürəm ki, əslində mən də bunları görmürdüm. Bir yeni başlayan sürücü olaraq tövsiyəm odur ki, o avtomobillərin ölü zonası deyə bir yer var. Orada durmayın. Əgər həyatınızı önəmsəyirsə, sağ qalmaq istəyirsə də orada durmayın. Sonra ilk başlayanlar biraz səsi çox olan, motoru gücü çox olan nəqliyyat vasitələri, motosikletlərə üstünlük verin. Çünki ən azından səsinə görə diqqət çəkirsən, bilirlər ki, sağında ya da solunda motosiklet var. Mənim üçün ən dəyərli olan şeylərdən biri, əziz qardaş, zamandır. Düzdür. Tıxacda itirdiyim 2 saata heyfim gəlirdi hər gün. Ondan sonra bu mənim üçün bildiyin yeni bir həyat olub. Düşün, 2 saatlıq olan yolu bundan 20 dəqiqə gedirəm. Ağla sığmır. Biz ümumiyyətlə tələsmək üçün bizim psixologiyamızda belə bir şey var. Əvvəllər belə bir şey yox idi. Əvvəllər tələsmirdik. Hər şey qaydasındaydı. Hər şey dadında, duzunda daha gözəl idi. İndi hamı tələsir. Bax, məsələn, telefon əlimizdən düşmür. Tutaq ki, YouTube-a baxırıq, videoya baxırıq. Tələsdik, 15 saniyə atdıq qabağa. İstədiyimizə nail olduq, baxdıq, doğru. TikTokda da həmçinin basılı saxlayırıq. Gedir. Instagramda da, WhatsAppda səs yazısında da. Onlar da şərait yaradıblar ki, bizə rahat tələsək. 1.1, 2x var da. Biz avtomobildə olarkən də tələsirəm əslində, amma nail ola bilmirəm getdiyim yerə çatmaq üçün. Onu bunda yaşayıram deyə, bu mənim birbaşa psixologiyamda izah eləyə bilməyəcəyim qədər dəyişiklik yaradır. Bir rahatlıq, bir komfort yaradır. Ən azından stressdən uzaq olursan. Stressdən uzaqam. Bəzən heç bir işim olmadığı halda sırf çıxıb motosiklet sürürəm ki, biraz stres atmış olum. Çox sevindim həqiqətən də. Bu şey mənim üçün də çox maraqlı oldu. Biraz az öncə birlikdə motosiklet sürdük şəhərdə. Bilmirəm, indi təcrübəsizlik hiss olunurmu? Yox, mən açığı deyim ki, sıfır. Yəni, mən elə bildim ki, elə neçə ildir bayq sürən. Hətta mən sənə bir şey deyim ki, bir qrup şəklində motosiklet sürəndə tam fərqli bir qaydalara əməl edirsən. Yəni, bir sözlə tək özünü yox, həm də arxadakiləri düşünməyə məcburiyyətinə qalırsan. Özdə sən gələndə bir sözlə lider idin, yəni ki, aparıcı şəxsdir. Mən də yolu tanımırdım, sənə dalıyca gəldim. Ona görə özümdə çox bir böyük rahatlıq oldu. Elə bir sanki böyük təcrübəli bir baykerin arxasıca, motosiklet idarə edən bir sürücünün arxasıca girdim. Ona görə mən də rahat idim həqiqətən də. Burada mənim biraz çətinliyim oldu. Niyə? Səni itirməyim deyə. Sən məni itirməyəsən deyə müəyyən zaman gözləyirdim, sürətimi azaldırdım. O da mənə çətin gəlirdi. Amma ilkin etaplarda təcrübəsiz sürücü olaraq yaxşı başlamışam. Şöhrət kimdir? Şöhrət əslində bunu nə televiziya verilişlərində, ancaq dost ortamlarında danışdığım təqdirdə məni başa düşürlər. Şöhrət əslində tamam fərqli bir adamdır. Sizin televizorda, Instagramda, sosial şəbəkələrdə, YouTube'da gördüyünüz adam deyil. Nə mən mahnılarımdakı adamam, nə efirdə gördüyünüz adam. Bu münafiqlik deyil. Mən son zamanlar tamam başqa fikirdə olmuşam. Görürəm ki, məni bu cür tanıyırlar, amma yanlış tanıyıblar. Görürəm ki, məni bu istiqamətdə tanıyıblar, bu da yanlışdır. Nə də elə bir xarakterim də yoxdur ki, özümü ispat edeyim ki, ay qardaş,
Ay Camal, siz məni yanlış tanıyırsınız, mən o adam deyiləm. Şöhrət bir zamanlar 5 il akademik təhsil almış, 7 il bu vətənə xidmət eləmiş, keçmiş komandir və bugün də incəsənət sahəsində olan bir müğənnidir hal-hazırda. Amma mən lazım olarsa motosiklet sürücüsü oluram, lazım olursa müğənni oluram, lazım olursa uşaq oluram, lazım olursa qocalıram, lazım olursa çox yaxşı əskər oluram, lazım olursa yaxşı komandir oluram, lider oluram. Yəni özümü hər sahədə kamuflyaj eləməyi bacarıram. Başa düşdüm. Hər sayda özü görə bilirsən. Özümü görə bilirəm. Əgər mən bir biznesə başlayım, tutaq ki, nəsə pendir biznesinə başlayım, məsəl üçün. Və əminəm ki, orada da uğurlu bir biznesmen olacaq. Ən yaxşı. Məndə də əslində o xasiyyət var. Məsələn, bir işə başlayıram, məsələn, tutaq ki, sabah bir hobbim yaranır və çalışıram ki, o hobbidən o qədər bilim ki, mən artıq ondan dərs deyə bilim səviyyəsində, yəni ki. Allah şahidi ki, mən bu Kubik Rubiki var, onu gördüm bu yaxınlarda. Onun dərslərinə başladım. Üzeyir Mehdizadə, buradan da salamlayıram, mənim yaxın dostumdur. Üzeyir Mehdizadə onu əlimdə görür ki, onu öyrənməyə çalışıram. Çox əziyyət çəkirəm, əsəbləşirəm. Elə bir gediş var ki, onu bir dəfə səhv çevirdin, ümumi şey dağılır. Algoritm dağılır. Onu da yığmaq üçün fərqli algoritmlər var. Bir də baxdım, gəlib mənə baxır, deyir ki, bunu öyrənəcəyinə get CVD-ni öyrən, get mix master eləməyi öyrəndi, ən azından işinə xeyir olar. Yox, bunu mən beynimə qoymuşam, axı, bitirməliyəm. Düzdür. Onu öyrənməmiş, indi hal-hazırda Kubik Rubikdən dərs deyəcək qədər peşəkar alqarit. Özümdən alqarit düzəldirəm onu. Həyatda. Yəni o insanın o fərqli bir insandır. Bu insanlar həmişə lider insanlar olur, elə insanlar. Əksər ki, hər şeyi idarə eləməyə çalışır. Nə mənada? Yaxşı mənada ki, yəni məncə hər işə bacara biləcək bir potensial var. Səbəb bilirsən nədir? Səbəb odur ki, liderlər, liderlik qabiliyyəti olan, mən onsuz da uşaqlıqdan da liderlik xarakterim olub. Hərbi xidmətdə olduğum bunun bir bariz nümunəsidir. Mən komandir olmuşam, əmr verməyə öyrəşmişəm. Hal-hazırda bir ortamda olduğum zaman hiss edirəm ki, bunlar doğru istiqamətdə getmirlər. Liderlik qabiliyyəti artıq səni məcbur edir ki, get onların başında dur. De ki, ora yox, bu yana getmək lazımdır. Düzgün istiqamətə götürmək. Düzgün istiqamətləndirməyi, dostlarımı təbii ki, hər şeyin ədəbi var da. Mən ağsaqqal kişilərə bu böyüklük eləmir. Təbii ki, öz çevrəmə aiddir, dostlarıma aiddir. Və onlar da sonunda bilirlər ki, mən onlara doğru istiqamət vermişəm. Bəzi elə bir mövzudur ki, bunu danışanda təkəbbürlü kimi çıxır. Bu efirdə danışacağım mövzu deyil. Sözsüz ki, həm burada dostluğumuzdan bir şərait yaradır, dostluğumuz şərait yaradır ki, mən bu qədər rahat olum. Həm də tamaşaçılarımız biz onsuz da belə motor sürdüyüm zaman səni onsuz da belə də görürlər. Sənin səmimiyyətini də görürlər. Mən bu qədər burada səmimiyəm. Çox sağ ol. Buradan sürücülərə demək istədiyim, bunu qoyub onu keçirəm misalı. Buradan sürücülərə bir şey demək istəyirəm, əziz dostlar, qardaşlar. Mən sizi başa düşürəm, sizin motosiklet sürən sürücülərə yol verməməyinizi və yaxud da yol vermək iqtidarında olmadığınızı bilirəm. Dövlət yol polisi haqqında qanunda və yaxud da təlimatda elə bir şey yoxdur, sən motosiklet sürücüsünə xüsusi bir şərait yaratmalısan. O da nəqliyyat vasitəsi sayılır, sən də nəqliyyat vasitəsi sayılırsan. Bu artıq vicdan məsələsidir, mənəviyyat məsələsidir ki, sən nəzərə al ki, sən bir dəfə səhv eləyəndə yenidən düzəltmək şansın var. Motosiklet sürücüləri kəşfiyyatçılar kimidir. Bir dəfə səhv elədi, onun həyatı bahasına başa gəlir. Ona görə bizi çox sıxışdırmayın. Mən özüm də avtomobil idarə edirəm. Motosiklet sürücülərini görən kimi mümkün qədər uzaqlaşıram ki, o təcrübəsiz ola bilər, qəza eləyə bilər. Ona görə sizdən çox-çox xahiş edirəm. Mən motosiklet sürməyə başlayandan sonra başa düşmüşəm ki, bunları çox sıxışdırmaq olmaz. Yəni əvvəlki dövr deyil də, motosiklet də, yenə deyirəm, skuter da, bunlar artıq dövrümüzün reallıqlarıdır. Yəni biz barışmalıyıq ki, məsələn, hər zaman sağımızdan gözləməməliyik deyə bir məntiqimiz olmamalıdır. Çünki çıxa bilər. Yəni skuter də çıxa bilər, motosiklet də çıxa bilər. Mən Avropadan avtomobil idarə edərkən çox əziyyət çəkirəm. Məsələn, orada velosipedlər, motosikletlər, skuterlər daha çoxdur deyə biz öyrəşməmişik bu duruma. Hər an sağa dönəndə bilirəm ki, normaldır. Mən burada tutaq ki, dönmək siqnalını yandırdım, döndüm. Bir də baxdım ki, getdi bir şey. Skuter getdi. Amma biz buna indi öyrəşirik. Nə gözəl, əladır bu. Yaxşı bir haldır. Zamanımıza qənaət eləmiş oluruq. Amma sürücülər gərək
şərait yaradır. Bir-birinə anlayış olmalıdır. Demək olar ki, təbii ki, motosiklet sürücülərinin də sələnkarlıqları olur. Yəni ki, qaydalar hər kəssin. Əslində əziz qardaş, üzr istəyirəm sözünü. Bu səhlənkarlıq deyil. Kim istəyər ölsün. Bu təcrübəsizlikdir. Hə, doğrudur. Bilməməkdən olur o Diqqətsizlik. şeylər. Diqqət eləmir. O bilmir ki, analiz eləmək lazımdır, hesablamaq lazımdır. Bu da vaxtlarda qanın qaynayan vaxtları. Bəzən olur ki, adamda o qanın qaynayan vaxtları elə özünü adrenalinlə boş-boş şeylərə, risklərə ata bilir. O ruslarda bir söz var, tırkalamaq. Hə, tırkı. Tez tırkı. Bizdə o nədir? Qızışdırmaq. Hə. Qızışdırmaq. Məsələn, mən motosikletdə qətiyyən qızışmaram. Çünki o bilirəm ki, Axırı yaxşı gəlir. Onun hesabını ağır ödəyəcək. 100%. Amma adam var ki, elə bir himə bənddir. Getdi. Və burada indi çox böyük izləyici kütlən var da. Demək istəyirəm ki, yeni başlayan motosiklet sürücülərinə, hansı ki, bizim insanlar ən çox fikirləşir ki, motosiklet sadəcə çatdırılmada işləyən insanların istifadə etdiyi bir nəqliyyat vasitəsi, amma belə deyil. Cəmiyyət bunu göstərir ki, artıq əvvəl kimi deyil. İnsanlar zamanına qənaət etmək üçün ən düzgün yolun bu olduğunu və yaxud alternativ nəqliyyat vasitələri olduğudur. Yəni bu reallıqdır. Yəni bilirik ki, bu gün 1 saat, məsələn, mən özüm də evdən işə gedəndə 1 saat 20 dəqiqə gedirdim. Adi maşınla belə, ya nə bilim marşrutla belə. Amma bu gün mən 15 dəqiqəyə 20 dəqiqə uzağı işə çatıram. Bu demək ki, mən yarım saat həyatıma qatdım. İşdən çıxanda da 1 saat qatıram. Bu mənim üçün 1 saat həm ailəmə, həm sevdiklərimə, həm özümə daha çox zaman ayırmaq bir sözlə şeyi verir. Yəni ki, bir əlavə qatqı verir. Ona görə nə deyərdin? Yeni başlayanlara ümumiyyətlə nə tövsiyə edirsən? Nə onlardakı mənfi şeylər nədir? Sən gördüyün, indi bütün gün görürsən də motosiklet sürənlər var, yeni başlayanlar var. Bax, mən belə deyim də, motosiklet sürənlər kütlə böyük bir bu propaganda gedir hal-hazırda ölkəmizdə. Motosiklet sürənlər təkcə hansısa bir ərzaq daşıyanlardır, kuryerlər deyirlər. Bunlar, mən tanıdığım çox hörmətli iş adamları, dostlarım var ki, ağıllı adamlardır, keçiblər alternativ nəqliyyat vasitəsinə. Təbii. Heyfi gəlir onların o tıxacda itirdiyi 2 saata. Amma bunun yanlış fəsadları da ola bilər də. Mən belə tövsiyə edərdim. Əgər özünü tanıyırsansa, əgər özünə, insan hamı bilir hara qədərdir, hamı bilir. Əgər sən pistə çıxmasan, Türkiyəyə getməyəcəksənsə də, al. Düzdür. Al, zamanına qənaət elə. Yox, əgər sən bilirsən ki, səni qıraqdan bir nəfər gəlib, qaz verən kimi getdin, alma. Heç məsləhət görmürəm, yazıqsan, heyifsən, cavansan, ömrünə heyifin gəl. Anan səni bir də doğmayacaq. Ona görə qardaş, əgər qızışmırsansa da al, adam balası kimi, normal, ehtiyatla. O başqa məsələ. Yoxsa heyifsən. Yəni bilməlisən ki, həyat sənə bir kərə verilir və bu ikinci bir şansın olur. Motosiklet sürməyin ən böyük, belə deyim, ən çox qorxulan tərəfi olur ki, motosikletdə qəza eləyəndə maşından daha çox təhlükə yaşayırsan, zədələnirsən, yəni. Yəni onunla belə gedib harasa dəysən, 2 maşın arasında ayağın qalsa, böyük fəsad yaradılır. Elə negativ şeylər danışmaq ona görə ən yaxşısı həmişə birincisi diqqətli olmalısan və tək, məsələn, maşını necədir, oturdun maşına. Təkcə motosiklet deyil ki, avtomobil idarə edərkən də diqqətli olmalısan. Yox, o heç, təbii ki. Deyək ki, 120 ilə sürdüyün zaman motosiklet olmur, avtomobil olsun. Orada Allah olsun. Yəni hər halda hər halda sakit, özünü qoru, nəqliyyat vasitəsi yüksək sürətlə idarə olunmağı sevmir. Düzdür. Mənim avtomobilim hər zaman mənim köməkçim ya da dostlarım var ki, bu işdən yaxşı başları çıxır. Maşının səsinə qulaq asan kimi bilirlər onun hansı detalında problem var. Normalda insanların avtomobillərinin mühərrikləri sürülməkdən xarab olur, ya yüksək sürülməkdən, ya məndə də sürülməməkdən. Ən çox, ən uzun yolda, ən belə komfort yolda ən çox sürətim olar maksimum 110. Hərdən dostlarım var, deyir ki, bunu biraz sür ki, o filtrlər, onlar, bilmirəm də, indi başım çıxmır. Yəni, mən nəinki motosikleti, hətta o komfort avtomobili belə yüksək sürətlə sürməyi xoşlamıram, heç gənclərə də tövsiyə etmirəm. Bu yaşla əlaqəli, hiss edirsən, bu yaşla əlaqəlidir. Mən cavan olanda, indi də cavanım, yəni bir 5 il bundan qabaq da mən yüksək sürəti xoşlamırdım. Bu xarakter məsələsi. Deməli, xarakter. Bəli. Adam tanıyıram ki, 45 yaşı var, yenə də yüksək sürətlə idarə edir. Təhlükəli. Onda xarakter məsələsidir. Özün cəhənnəm deyib cəmaatın balasını öldürəsin. Ən azından bunu düşün. Ən qorxulu tərəfi də odur. Bəs nə? Hər kəs özünə cavab deyir də, başqasının həyatını almaq. Mən YouTube-da baxıram. Özümüzünkilərdə hələ bizim, bəlkə də var, mənim rastıma çıxmayıb. Türkiyədə artıq tanınan
motosiklet dərsi keçən sürücülər var. Mən döngələrə girəndə çox əziyyət çəkirəm. Hə. Sözsüz təcrübəsizliyimdir, amma zaman düzələcək. Qorxduğum bilirsən nədir? Düzələnə qədər yanlış eləyə bilərəm. Hə, o da böyük. Hə, oradan da narahatam. Döngəyə çatan zaman maksimum sürəti azaldıram. Düşünürəm ki, elə bir yer ola bilər ki, döngə olduğunun fərqinə varmaram. Heç azaltmağa şansım olmaz. Hə, çox qorxuram. Sən həm mənə, həm də bizi izləyən motosiklet sürücülərinə bir tövsiyə olaraq, bir peşəkar sürücü olaraq izah elə ki, hansı halda... Ümumiyyətlə, belə bir şey var. Birincisi olaraq, tanımadığın yerdə heç vaxt sürət açmamalısan. Ən birinci qayda budur. Yəni, sən əgər yola bələd deyilsənsə, çünki sən anidən ola bilər ki, döngə o qədər sərt ola bilər ki, məsələn, tam kəskin döngədə istəmsizcəsinə idarə etməyi itirə bilərsən. Ona görə birinci olaraq bilmədiyin yolda plansız şəkildə sürətlənmə olmaz. Bu bir. Sonunu bilmədiyin yerə, yəni ki, getməməlisən bir sözlə, yəni sürətlə. İkinci məsələ, əsas məsələ bədən pozisiyasıdır. Bədən düzgün oturuş şəkli olmalıdır ki, sən motosiklet, insanlarda ən çox yanıldan şey, insanlara ən çox çaşdıran şey motosikleti biləklə tuturlar, qolla tuturlar. Əslində motosiklet ayaqla tutulan bir şeydir. Yəni sən ayağınla, dizlərlə tam şəkildə qavramalısan. Əlin boşda qalmalıdır. Sadəcə əllərindən tutursan sükanı ki, sükan ayağından əlindən çıxmasın, sağa sola gedəndə, kontra verəndə. Onsuz da sən məsələn tutaq ki 30 sürətdən yuxarı sükanı tam döndərib dönə bilmirsən də, kontra verirsən. Bir damcı buranı itəlirsən, dönür, belə edirsən. Ona görə fizika mərkəzi qaç qüvvəsi və s. Yəni fizikanı bilirsənsə, motosikletin də məntiqini tam olaraq bilə bilirsən. Ona görə ən vacib məsələ odur ki, sən motosikleti ayağınla tutmalısan. Ayaqla tutandan sonra yerə biləklər, indi hər motosikletin oturuş tərzi fərqlidir, amma bu əl, qolların yerə paralel olur və bu rahat şəkildə döndürə bilirsən. Sən ani şəkildə artıq bədən pozisiyasından orada yenə eyni qayda ilə, məsələn döngəyə çatdın, birinci olaraq bax girəcək yer, məsələn, tutaq ki, bu tərəfə istiqamətləndirəm və başım baxdı birinci döngəyə. Bura baxmıram bir şey, mən çünki bura dönməliyəm. Döngənin sonuna baxırsan, hara girəcəyinə. Gözün baxdığın yerə aparır. Hə, mütləq baxdığın yerə gedirsən, artıq bu olanda sən avtomatik olaraq çiyin, baş bu istiqamətə yönəndə bədən də artıq pozisiyasını dəyişir o dəqiqə. Bədən pozisiyasını dəyişərsən, istəmsizcəsinə rahat şəkildə dönə bilirsən. Yox, mən dönəndə ay burada nə bilim nə var, ay orada nə, buradan adam çıxa bilər, nə edir? Yəni əslində sən dönüş bucağında artıq görürsən də hər şeyi istiqamətdə. Döndün, başı çevirdin, sonra baş gedir, birinci baş gedir, sonra bədən onu izləyir bir sözlə. Və yaxud da ki, başımı bu tərəfə döndərdim, eyni qayda ilə birinci bu tərəfə gedir. Bu zaman özünü öyrənə biləcəyin prosedurdur. Məncə yox, məncə zaman özünü öyrənə biləcəyin bir şey deyil. Nəyə görə? Çünki mən özüm də məsələn bu belə şeylərdə neçə il təcrübəm olmağına baxmayaraq bəzi şeyləri səhv eləyirdim. Məsələn Çingiz müəllim var, buradan salam deyirəm ona. O mənə çox şey öyrətdi bu mənada. Məsələn, baxdım ki, mən bilmədiyim şeylər çox imiş. Hərçənd ki, nətərdir? Məsələn, mən 2013-dən motosikletim var və 2013-də motosiklet sürürəm. Amma baxırdım ki, məsələn, Çingiz müəllimin yanına gələndə gördüm ki, o bəzi şeylər dedi, mən onu eləyə bilmədim. Sonra gördüm ki, əslində mənim bədən pozisiyam və baxış bucağım düzgün olmadığına görə mən o dediklərini eləyə bilmirəm. Sonra ondan sonra yavaş-yavaş təcrübə toplaya-toplaya mənim vərdişlərim. Məsələn, tutaq ki, sən pianinonu ifa eləyə bilərsən də, bədahətən, heç kim dərs deməyib sənə. Sən belə ifa eləyə bilərsən, tutaq ki. Amma onun düzgün qaydası var da, tutaq ki, bilək belə olmalıdır, nə eləməlidir. Hə, sən belə ifa eləməyin səni pis ifaçı eləmir, amma səni yora bilər. Məsələ odur. Eyni qayda ilə də sən, məsələn, tutaq ki, ani bir reaksiyalarda, ani bir situasiyada, çıxmaq üçün situasiyada mütləq dərəcədə düzgün oturuş qaydasını bilməlisən. Ona görə o mənada mən həmişə deyirəm ki, təlimə getmək əslində özünü öyrənmək daha yaxşıdır, təbii ki, nə mənada. Çünki insan bir şeyi pis şəkildə öyrənəndə onu tərk etməyə də çox çətin olur. Amma yadından çıxmır heç vaxt. Sən bilirsən ki, məsələn, filan yerdə filan şey eləməlisən. Tormuz məsafəsini bilirsən, öz motosikletini tanıyırsan, ən vacib məsələlərdən biri. Ona görə birinci bədən pozisiyanı və düzgün dönmək üçün baş istiqamətini bilməlisən ki, dönürəmsə, deməli, birinci başım dönür, istiqaməti görürəm, çıxışa baxıram, apex nöqtəsini tutaq ki, lap belə professional fikirləşəndə. Hər yolun, indi onu biz burada qrafik olaraq göstərə bilmirik. Bir çıxış, bir giriş nöqtəsi orada. Giriş nöqtəsinə girdiyin ən uc nöqtə və çıxış nöqtəsi. Ona görə qol rahat olandan sonra, baş dönəndən sonra, indi onu biz buradan çıxandan sonra lap istəsən kiçik bir şey eləyəli praktik olaraq. Mənim pis var bu döngə məsələsində. Öz motosikletim, o məndə kruzerdir. Təkərini görürəm. Təkəri buradan nə qədər döndərəndə təkərin də nə qədər döndüyünü görürəm deyə. Sən məsələn təkərə niyə baxırsan ki?
Belə baxmıram. Yəni ən azından nəsə gözünlə gözün satışında. Çox elə bir var ki, bilirsən nə, təzə maşın sürən adamlar birinci qaz pedalına baxır, sonra digərinə baxır, sonra elə deyil məndə. Amma belə kruzer deyə rahatlıqla ən azından bucağı görürəm də belə hərəkəti. Mən Kawasaki sürdüm. Ondan monitor gözümün arxasında görə bilmirəm. Nə qədər döndərməyimi artıq unuduram ki, görəsən nə qədər buna döndərim, bucaq verir ki. Sən ona baxmamalısan. Bir şey deyim sənə, birincisi motosikletdə belə bir məntiq var, tutaq ki, dönməmişdən qabaq hər motosikletin bir əyilmə dərəcəsi var da. Sən bu motosikleti məsələn bu dərəcədən artıq əyəndə artıq o sənin üçün böyük riskdir. Və plus da ki, sən nə qədər sürət məsələn döngüyə sürət girsən, məcbursan ki, motosikleti o qədər yatırasan. Yəni sən əgər motosikleti çox yatırmaq istəmirsənsə ki, bu risklidir. Yerdə ola bilər, qum ola bilər, qrabil ola bilər, sürüşə bilər. Sürəti mütləq azaltmalısan. Yəni nə qədər sürətli gəlsən, məcbursan ki, sən əyiləsən, bədən pozisiyasını dəyişəsən və ora kəskin girəsən. Yox, əgər əymək istəmirsən, çünki kruzerlarda o qədər çox əyilməyə də meylli motosikletlər deyil, yəni rahat motosikletlərdir. Ona görə sən özün fikirləşməlisən ki, mənə nə lazımdır. Sən ona baxmaqdansa əsasən yola baxmalısan. Və sən əslində öz motosikletinin maksimum potensiallarını bilməlisən zamanla. Onu bir qapalı yerdə yoxlamalısan. Nə qədər əyilə bilər, nə qədər əyilmir, nə qədər əyiləndən sonra görürsən ki, motosikleti şey eləyirsən də, görürsən ki, o deyil, yəni. Ona görə onu hiss eləməlisən və ondan sonra artıq döngüyə girəndə sən bilirsən ki, sənin apex nöqtən və yaxud da ki, sənin dönüş bucağın nə dərəcədə olmalıdır. Amma yenə də dediyim kimi, bədənini nə qədər rahat tutsan, o qədər rahat dönərsən. Nə qədər sərt tutsan, o qədər çətin dönərsən. Ona görə onu bilməlisən ki, məsələn, dönüşdə nə etməliyəm? O qədər də mən narahat deyiləm, o qədər də qorxmuram, amma bilirəm ki... Yox, sən çünki vəziyyəti idarə edirsən, həm də çox sürətli getmirsən də. Yəni sürətli deyəndə, yəni sənə lazım olacaq səviyyədə gedirsən. O mənada yaxşıdır. Mənim üçün ən yaxşı sürmək təkcə sürətli sürmək deyil. Situasiyalardan təhlükə yaratmadan deyil, qəza eləmədən çıxmaqdır ən yaxşı sürmək. Adi tıxacda cəmaatın maşını cızmadan, özünü ora-bura çırpmadan sürmək normal sürmək deməkdir. Yoxsa onsuz da boş yoldur. Sıx-sıx 130, 140, 150, 200-ə qalxacaq da bu yəni. Bu yaxşı sürmək deyil. Bəzən görürəm, üzr istəyirəm. Bir də görürsən ki, məsələn, dayanmışam da mən indi. Mən də keçə bilərəm də biri kimi. Yəni görürəm ki, yer var, amma motosikletli keçsəm bilirəm ki, şüşəyə içinə dəyə bilərəm, yəni nəsə ehtimal var. Və yaxud da o məni görməz, çəkə bilər. Hər an hər şey ola bilər. Birinci motosiklet sürücüsü hər zaman qabaqcadan planlamalıdır. Sən tək özün kimi planlamalı deyilsən. Qabaqdakını da beynini oxumağı bacarmalısan ki, o nə eləyə bilər? Məsələn, anidən sağa dönə bilərmi? Niyə dönmür ki? Yəni qayda poza bilər, amma dönə bilər. Reallıqdır. Yəni qabaqcadan planlamalısan, qabaqcadan görməlisən. Burdan adam çıxa bilərmi? Niyə çıxmır? Çıxa bilər. Yəni nə olsun, məsələn 120-lik yolda amma çıxa bilər. Ehtimal nəzəriyyələrini həmişə beynində analiz etməlisən. İkinci məsələ, insanlarda motosiklet sürücülərinin bəzilərində elə bir şey var ki, mən görürəm ki, gəldi, keçdi, top şüşəsinə dəydi adamın. Bir saxlayıb üzr istəyirəm, bir şey eləyirəm, heç nə yoxdur. Birbaşa elə gəlir, keçir. Tuta bilməyəcək deyə. O da səhlənkarlıq. O da səhlənkarlıqdır. Yəni bir sənə tətərdir. Hörmət motosikletə qarşı və yaxud da ki, maşına qarşı qarşılıqlı olmalıdır. Məsələn, sən maşın sürənsən, mən motosiklet, ya mən motosikletsən, ya mən maşın, sən motosiklet, qarşılıqlı hörmətlə olmalıdır. Necə ki, sən, məsələn, mən heç vaxt olmayıb şükür, amma olsa mən üzr istəyirəm, ən azından bir saxlayaram. Nəsə, xərci borcun əddindən bir aparat düzəltmək. Yalandan o simvolik də olsa, bəlkə də o heç nə gözləmirsən, amma insan kimi bir şey eləməyə bacarmalısan da. Ən azından nömrəni görə bilər. Qaçmaq heç bir halda işinə yaramır. Mənəvi tərəfdən də haqlı deyilsən, qanuna baxanda da onsuz da... Yəni, motosiklet cəmiyyətinə zərər vuran bir şeydir. Əsəb o adamın fikrində bir nəfərə görə hamıya qarşı pis fikir oyanır ki, motosiklet sürənlər belədir. Normaldır. Ona görə. Məsələn, mənim özümün dəfələrlə maşınımın sağ tərəfdən cızıb qaçıblar. Onsuz da tıxacın elə bir anıdır ki, istəsəm də durub onun arxasından piyada qaçası deyil. Nə də maşınla onu tapa bilmərəm. Ona görə boş vermişəm gedim. İndi mənim sağımdan nəqliyyat görəndə ki, motosiklet gəlir, artıq bir dəfə qorxmuşam axı. Yenə vuracaq. Çəkirəm. O adam da mənə sağ ol eləyir, gedir. Ki, çox sağ ol. Əslində mən sevinirəm ki, özüm motosiklet sürəcəm. Çəkən maşını görəndə ki, çəkilək olmaydı da sevinirəm. Çox qorxusundan çəkir ki, yenə gəlir. Əsas o da yenə bizim üçün əslində məntiq fərqi yoxdur. Yəni istəyir elə çəksin, belə çəksin. Çəkməyə böyük bir üstünlükdür. Amma məsələn, bizim motosiklet sürən dostlarımızdan soruşuram, təcrübəsizlərdən. Soruşuram ki,
Onsuz da mən də təcrübəsizəm, amma ağlım vardı. Deyirəm sən amma bir belə başın var. Sən görmürsən ki, qabaqda sağa döngə var. Döngə var. Bu adam ola bilər ha dönmə işığını yandırmayıb. O demək deyil ki, mən sağa dönməyəcəm. Əlbəttə ki. Hə, zarafatla da olsa, belə ciddi də deyirəm ki, sən ürək yiyəsini gedib ora girirsən, özü də sağına girirsən. Hə, deyir şey eləməmiş də. Dönmə işarəsini yandırmamışdı deyə mən bilirdim ki, sağa dönməyəcək. Bir də təsəvvür elə sən o sürətlə o adamla dönmə işarəsini yandırmadan sağa döndü, getdin əncir olur. Çox vaxt olur. Hə, olur yəni. Qəzalar hamısı belə olur. Qarşı tərəfin gözlənilməz. Rahatlığından bunun komfortuna bax ki, o adamın ümid edir. Yəni o adamın səhv eləməyi ola bilər də dediyim kimi. Amma sən onun səhvi sənin həyatınla oynaya bilər də. Məsələ odur. Sən onu analiz eləməlisən ki, o səhv elədi mənə nə olacaq? Sən demiş əncir olacaq. Yenə gəldim mən bayaq dediyim mövzuya ki, əgər qızışmırsansa, qızışmırsansa, analiz eləməyi bacarırsansa da, ümumiyyətlə analiz yaxşı şeydir. Kəndə gedəndə bir birbirini də analiz elə ki, bu niyə onun sözü dedi? O dostum niyə bunu belə dedi? Nə bilim, bu analiz eləmək yaxşı şeydir. Oradan nəticə çıxardırsan, oradan gələcəkləri, ən pis ehtimalları belə təhlil eləyirsən, sonra qərar verirsən. Əgər bu analizi özündə eləyirsənsə, ən pis ehtimalları belə özündən əminsənsə, qərar verirsənsə ki, mən motosiklet sürə bilərəm, Allah xeyir eləsin. Al, zamanla qənaət elə. Əks halda məsləhət görmürəm. Düzdür. Dəliqanlılıq varsa o şeydir. Dəliqanlılıq eləməsin, get. Get dostlarını çağır, keçirin boks əzələrini alın, döyüşün. Döyüşün, enerjiniz dağılsın. Arenaya gedin, düzdür. İdman olaraq döyüşün də, yəni. Yəni, gəlib məhəllədə bacada girişməyin bir-birinizə. Bir-birinizi döyməyin. Ümumiyyətlə, ilk gün motosikleti aldın. Motosikleti sürməyi öyrəndin, tutaq ki. Sürəndə nə hiss edirsən? Tutaq ki, motosikletə minmirsən və gedirsən. Nə hiss edirəm? Maşın da sürmüsən, motosiklet də sürmüsən. O ikisinin fərqi nədir? Fərqi nədir? Mən sürüş olaraq deyil də, digər tərəfdən izah edəcəm. Mən vücudumda iki şeyə həssasam. Biri gözlərimdir. Bəzən elə durumlar olubdur ki, gecə işığı yandırmışam ki, yoxlayım, görüm gözlərim görürmü? O qədər gözlərimə həssasam. Bir də saçım. İndi başa düşdün, yəni motosiklet sürmək üçün saçımı bu sport eləmişəm ki, kask taxanda dağılmasın, o dəbilqə taxanda saçım dağılmasın. Bir də 2 dəqiqədən bir saçım yağlanmasın, onun örtüyü var. Taxdım, rahat. İndi motosiklet sürmək mənim üçün nə qədər həvəslidir, önəmli olduğunu izah eləmir. Bu 100%. Bunu məncə şərhi yoxdur, onsuz da bunu hamı gördü ki, yəni bu nətər bir şeydir. Yəni insan sevdiyi bir şeydən vaz keçir. Əslində vaz keçmək də deyil, yəni dəyişdirmişəm də, mən görünüşümü dəyişdirmişəm. Mən bilirəm ki, belə olsam mən komfort deyildim, mən diskomfort olurdum belə, özümə kompleks edirdim belə. Amma indi mənim xoşbəxtliyim, rahatlığım ondan daha önəmlidir ki, kimsə deməsin ki, bunun saçı niyə belədir, önəmli deyil. Əsas mənim rahatlığımdır, vaxtıma qənaətimdir, sürdüyüm motosiklın növüdür, marka olaraq. Əla, imkanım, maddi durumum ona yetir, onu da almışam. Heç önəmli deyil, 10 minlik, 15 minlik, 100 minlik, 4 minlik. Əsas odur ki, ən ucuzu belə o hissi yaşadır sənə. 100%. Ən bahalısı da o hissi yaşadır, sadəcə marka fərqi var. Mən heç kimə başa sala bilmirəm ki, motosiklet necə bir sevgidir. O xəstəlikdir. Onu gərək oturasan üzərində, hiss eləyəsən o enerji, ən azından o qazı basanda mühərrikin səsini hiss edirsən, o titrəməsini içində hiss edirsən. Bir dəfə də başıma bir şey gəlib. Motosiklet sürücülərində ən az danışılan mövzulardan biri də budur ki, sərnişin sürücünün demək olar ki, 50% idarə edir. Hətta daha çoxdur. Mən də onsuz da hələ də təcrübəsizəm. Dəbilqəni taxmışam bir dostumun başına. İkimizdə də var da, ümumiyyətlə qanun olaraq heç bir hüquqa zidd bir şey yoxdur. İndi bunun digər tərəfi var axı. Döngəyə giririk, dönmür. Bu belə qalır, sən belə dönürsən. Bu qorxusundan sola gedir. Orada disbalans bir fizika qanununa zidd gedir bu adam. Saxlamışam, izah eləmişəm ki, sən neyinirsən, qorxma. Yavaşca bir yaslansan, mən tərəfə istiqamətlənsən, mən rahat dönəcəm dedim. Bunu eləmə. Onu da qınamıram. Bu ilk dəfəsində sərnişindir, hələ bir motosikletdə sərnişindir. Sağa döndüyün zaman qorxur, elə bilir ki, yıxılarıq birdən, bu da sola istiqamətlənir. Burada necə dönmə manevr eləyə bilərəm? Onu mən bilmirdim. Sonra öz-özümə fikirləşdim, onu mən özüm kəşf elədim. İndi tutaq ki, sən
idarə eləyirsən, mən də sərnişin olaraq oturam, mən sənə çox kömək eləyərəm. 100%. Məlumatım var axı. Ha, yəni ki, arxada oturan əslində motosikletin, yəni sən rolu sükandan əli burax, arxada oturan səni idarə edə bilər. nöqtəsində elədir, Hə, hər şey dəyişə bilər. Ona görə motosikletdə arxada oturmaq un meşoğu kimi biz ona belə bir şey deyirik. Un meşoğu. Qoy ora, un meşoğu nətərdir? Əyəndə düzəlmir ki, hara əyilirsə ora da əyilir. Eyni məntiqlə. Hə, sərnişinin idarə eləməsi çox önəmli. Hətta şeydən sürücüdən daha çox 100%. önəmlidir sərnişinin idarə eləməsi. Yəni ona görə arxaya oturmamışdan qabaq 3 dəfə fikirləşin ki, mən otura biləcəmmi, yoxsa Salamat otursun. ən yaxşısı odur, düzdür. Hə, Ən yaxşısı 2 də elə motosikletlərin çoxunda var da elə bir nəfərlik motosikletdir. Rahat. Onda dərd yoxdur da. Yəni heç kim otura bilmir onsuz da. İstəsən də otura Hə, bilmirsən. öz əlin, öz başın. O məndə üstünlükdir. Bəs uzaq yollara necə? Mənim bir yaxın dostum var. Biz planlaşdırırıq ki, Hollandiyadan Türkiyəyə Nə maraqlı. tura çıxaq. Amma mən bilmirəm bunu bacararam yoxsa yox. O bacarar. O çox peşəkar motosiklet sürücüsüdür. Mən sənin Adı da Alperdir. Buradan Alperi də salamlayıram. eşq olsun. Bura inşallah gələndə bir yerdə oturarıq. Mütləq bir çay Tanış içərik. edərək, hə. Valla sənin motosikletinlə kruzerdə Aha. bilmirəm nə dərəcədə uzaq Faktiki yollara tam texniki şəkildə gedə xüsusiyyətlərində bilərsən. göstərilib ki, bundan dünya turuna da çıxa bilərsən. Uzun yollar üçün bildiyin uzaq mənzilli raketdir, ballistik. Amma mən bacararam, motosiklet bacarar. Fiziki hazırlıq lazımdır, zihin. Həmişə deyirik, motosiklet qolla, ayaqla, biləklə, zadla sürülmür. Motosiklet beyinlə sürülür. Məsələn, çox vaxt uzaq yol gedəndə və yaxud da ki, şəhərdə tıxacıda zadda sürəndə məndə olur. Mənim qolum, bədənim yorulmur, beynim yorulur. Çünki mən fikirləşirəm, daim Sağ qalmaq fikirləşirəm. o qədər, hə. Hə, survival da bir sözlə. Fikirləşirəm ki, görürsən qabaqda maşın çıxacaqmı? Yox. Görürsən qapı Mənə açıla olar, bilərmi? bəli. Yox. Hər an beynimlə danışıram. Mən məsələn fiziki beynim ona görə çox yaxşı işləyir. Nə mənada ani reaksiya verə bilirəm ki, nə ola bilər görəsən. Real həyatıma da yansıyıb bu. Motosiklet adamı bir növ Allaha aparır. Dinə imana gətirir. Hə, Hər an 100%. Ölüm təhlükəsi. Dua elə-elə gedirsən, hə. Hə, bir də motosikletin hansı faydası var ya yeri gəlmişkən deyim. Motosiklet imkan vermir ki, adam dərdini unutsun. Adam burada bax qonağımız var. Motosiklet sənə bütün dərdlərini unutdurur. Çünki həmin an sağ qalmağa, fikrin ancaq sağ qalmaqda olur. Bütün dərdin, borcun, xərcin yadından çıxır, gedirsən heç nə. ancaq sağ qalmağa çalışırsan ki. Maşında oturursan, bir dənə quruz, bir dənə mahnı qoysan, otursan belə, daha da dərdin, tıxacda da bir saat dərdin fikirləşsən, evə gəlsən stres. Bax, tıxaclar özü onsuz da onlar da səni məcbur edir ki, qanun pozasan. Götürürsən telefonu, onsuz da dayanırsın. Baxırsan ki, telefonla oynayırsan. Birdən arxadan bir nəfər Tıxacların yaranma səbəbi də odur da. Telefon. Yine sən motosiklet sürəndə özün görürsən də. Motosiklet sürəndə bir üstünlüyü odur ki, sən maşında oturanın nə ilə məşğul olduğunu görə bilirsən. Güzgünə baxsan ki, adam nə ilə məşğuldur. Bütün gün görəm sürücülərin yarısı telefonla oynayır. Neynəsinlər? Ya yaxşı bir hal deyil ha. Məcburdular, Mən olmağa. bəraət qazandırmıram Ona söz onlara, yox, hə. məcburdular. Amma hər halda Amma sən düşün ki, Diqqətləri məsələn, hər 4 maşından 3 dənəsi, 2 dənəsi telefonla oynayanda, tıxac açılanda hərəsi bir saniyə, bir zaman itirəndə salisə belə vaxt itirəndə gör nə qədər tıxac mən açılır. məsləhət görmürəm sürücülərimizə telefonla oynamağı. Bax, yalandan artist deyim ki, biz heç vaxt qanun pozmuruq. İstəmədən də olur, bəzən səhlənkarlığımızdan da olur ki, biz də qanun pozuruq. Nə bilim, biz sıradan bir vətəndaşıq da, bizdə də olur elə hallar. Amma bir vətəndaş olaraq bir çağırış ki, qanunlara həyatımıza xatir, dostlarımıza xatir, ailəmizə xatir. O səninlə birlikdə o yol nəqliyyat iştirakçısının həyatına, balalarına xatir orada o adamlar biliblər də nə yazırlar. O Dövlət Yol Polisi haqqında qanun qanla yazılıb. Düzdür. Hər bir maddə qanla yazılıb. Bir hadisə olub, o hadisənin qarşısını almaq üçün yeni bir maddə əlavə olunub. Doğrudur. Sonra görüblər ki, bir dənə də qəza oldu. Baxırlar ki, bu qəza hansı boşluqdandır. Sözsüz ki, bu beynəlxalq bir sistemdir. Avropada da eynidir, Amerikada da eynidir, Azərbaycanda da ola bilməz ki, bizdə stop durmadan keçmək qadağandır. Onlarda amma əksinə göstərir. Eyni şeydir. Amma biz ölkə olaraq, biz qan olaraq, millət olaraq Dövlət Yol Polisi haqqında qanunlara və təlimatlara ona görə uyğun deyirəm ki, mənim həyatıma xatir, öz həyatınıza, ana, bacına xatir, balalarına xatir ki, hamımız bu mənə də aiddir. Ki, evimizə sağ-salamat gedək çıxaq. Onsuz da hamının özü qədər problemi var, hamının özü qədər dərdi var. Hamı aqressivdir bu dəqiqə. Baxırsan ki, çox kiçik bir şeyin üstündə küçədə dava düşür.
Səbəb o şeyin, o elementin kiçikliyi deyil. Onun psixologiyasının bərbad olmasıdır. Bərbad olması. O əslində o dönmə siqnalına görə dalaşmır orada, dava eləmir. O orada əsəbini tökməyə bir adam axtarırdı. Bu da gəldi çıxdı qabağına. Bu da ikisi də yenə ağıldadır. Baxırsan ki, yetimlərin ikisinin də problemi var, dalaşırlar. Bəraət qazandırmıram hər halda. Amma əlbəttə. Amma yəni nə bilim, mümkün qədər diqqətli olaq, mədəni olaq. Eyni zamanda mənəvi mədəniyyətdən də əlavə, bax bizdə hər şey qaydasında da çox şükür. İnternetdə də mədən olaq, internet mədəniyyətimiz olsun, ailə mədəniyyətimiz olsun, yol mədəniyyətimiz olsun. Baxırsan ki, bax, o əslində qanunla haqlıdır. Məsələn, o mənə yol verməyə bilər, doğrumu? Mən məsafə saxlamalıyam. Mən o qədər o məsafə mənim ağlımla, nəzə bir orada bir maddə yoxdur ki, 3 metr, 5 metr, 20 metr təhlükəsizlik təmin olunacaq qədər məsafə saxlamalıyam. Bu mənim qərarımdır. Saxlamadım da mən qanmıram. Hətta ki, bilmirəm. Mənim anlayışım yoxdur. Unutmuşam. Səndə də bir vicdan olsun da. Bəzən adil avtomobil idarə edərkən hər şey qaydasındadır. Ötmə əməliyyatı eləyə bilərəm. Sola yandırıram işığı. Sürəti artırıram. İndi mən təzədən bir keçəndən sonra sağa yandırıb qayıtmalıyam öz zolağıma. Yandan keçib ötmə əməliyyatı eləyirəm. Bir də baxıram ki, bu da sürəti artırdı. Artıq qarşıdan gələn nəqliyyat vasitəsi mənə işarə verir ki, çıxmısan mənim yoluma çəkil. Sürən sən sür zamanında get də. Sür get, mən də bilim ki, onsuz da sən özdə hansı hallarda olur, mən sən deyim. Bu paradoks bir mövzudur. Nə vaxt tələsirəm, nə vaxt ki, ölüm itim məsələsidir. Çatmalıyam, elə bir əcaib sürücülər sıxır qabağıma da. Elə bir ki, qurban olduğum gətirib onu mənim qabağıma qoyub ki, bunu dəli elə burada. Aptek axtarıram, tapamıram şəhərdə. Market axtarıram, tapamıram. Mən qış əlcəyi almaq istəyirdim. İnternetdən sifariş verdim, olmadı. Bir də vizor var idi, sənə demişdim mənə. İnternetdən sifariş verdim, olmadı. Adam var idi, Türkiyədən gələn dostum, dedim, gətirə bilmədi. Buradan 3-4 dənə motosiklet satılan, aksesuarlar satılan marketlərə getdim, olmadı. Nə qədər yoxladım, olmadı. Getdim, bir dəyər-dəyməzinə baxa, bir qəribə bir şey aldım. Həmin gün sabah hara gedirdim, ondan çıxırdı qabağıma. Vallahi. Adam dəli olur ki, həmən... İstəyəndə tapmırsan, istəməyəndə. Bəlkə də psixoloji bir şey. Ola bilər, çəkir də o, mənfi enerjini çəkir. Vallahi, bir dəfə oldu, davamı tərs gəlir. Negativ bir şey olsun, ikincisi gələcək. Xoşbəxt olmaq lazımdır. Yaxşı danışmaq lazımdır ki, yaxşı şeylər olsun. Bax, fikir versən, qoca dayılar həmişə yavaş-yavaş söyləyir sağda. Normalda da, normaldır. Həmin dayıların sənə problem olmaq ehtimalı daha çoxdur. Sürəti az eləmək də əslində təhlükədir. Əlbəttə ki, risk yaradır. Bəzən olur ki, indi mən, əstağfurullah, mən Rembo deyiləm, mən Van Damme deyiləm, məsələn, durma. Nə də bilib, hər şey şunas deyiləm, durma, ağıl edəcədim. Bəzən olur ki, adam affekti halında olur. O halı mən yaşayıram. Ömrümüzün yarısından çoxu yolda keçir. Deyirəm ki, bax, dayı, mən bu yaxınlarda başıma gələn bir şey danışım. Deyirəm, əziz qardaş, əziz dayı, sənin məndən tez doğulmağın, sən məndən daha yaxşı oğlansan və yaxud da yaxşı sürücüsən, anlamına gəlmir. Sadəcə biz mental olaraq, mənim ədəb ərkanım, tərbiyəm icazə vermir ki, sən nəsə dediyin təqdirdə mən ona əks, nəsə sənin fikirlərinə zid bir fikir səslədiyini, bu mənim ədəbimdir. Ortada həyat varsa, artıq mən tərbiyədən, qanacaqdan çıxıram. Sən mən tapdalayıb öldürürsən deyirəm, mən burada tərbiyəli olurum. İstəsəm də ola bilmir. Yəni, mən nə qədər səmimi ola bilərəm ki, kim inanar ki, o mənim belimə çıxsın, məni öldürsün, mən deyim ki, yaşlı adamdır, qoy geçsin, elə şey olar. Baxın, bir də var, artıq o sözü kim deyir? Mən yanımda dostlarım var, sakitləşdirir, evdəkilər yanımda. Bax, görürsən ki, yanımda uşaq var, məsələ bağlandı, çıxdı, getdi. Mən tərəfdarı deyiləm, ailənin uşağı yanında. Ümumiyyətlə, küçədə adam durub siqnala görə küçədə dava edir. Əlbəttə ki, yox. İndi oldu da, mən əslində bu çağırış olaraq mədəniyyətə çağırışdır ki, ay dayı, qurban olun, biz sağına soluna bax. Xanımlarda da olur bəzən təcrübəsi sürücülərdə, olur da, məsələn, elə bəylərin özündə. Yenə də saxlamışam motosikleti, deyirəm, qardaş, bu nə üçündür? Bax da, görmürsən, gəlirəm.
Hər şeydə mənə yükləməyin də, mən analiz eləməliyəm, mən düşünməliyəm ki, o dönə bilər. Yaşamaq olar belə. Biz elementar bir şeydə güzgülərim var da 2 dənə. Biz baxdı ona dedim. İndi sən cavan oğlansan, bəysən deyə mən yaxınlaşıb rahat sənə belə irad tuta bilirəm, ərk eləyib ha belə. Nə qız zad olsaydı heç nə deməzdim, qadın olsaydı çıxıb gedərdim. İndi sən cavan oğlansan, öldürmüşdün deyə məni. Nədə? Diqqətli ol da, deyir əziz qardaşım, bağışla, üzürlü say. Deyir, sakitləşirəm, çıxıram, gedirəm. Yəni motosiklet sürmək hər halda, hər zaman təhlükədir. Əsəblərini sakitləşdirir, rahat olursan, bu oğlan qabağına çıxana qədər. Çıxdı, hər şey məhv oldu. Əsəbləşdim, gedirəm, qıraqda saxlayıram, özümə gəlirəm. Bəzən vurur, əlim ayağım əsir. Buna rəğmən yenə də atmıram motosiklet. Amma bir şey deyim sənə, elə də həmişə o agressiya saxlamalısın. Çünki çox vaxt qəzaların bəzi səbəbi də budur ki, məsələn tutaq ki, kimsə sənə qarşı, məsələn gəldi belə qabağa çıxdı anidən. Sən öncə istərsəniz beynin sönür, çevrilirsən ona nəsə deməyə. Sən ani fikrin qalır onda, baxırsan, əl hərəkət edirsən, gəlib girirsən arasına. Ona görə yolda çalışmalısın ki, maksimum səviyyədə əsəbləri cilovluyub, ya tam dayanıb nəsə deməlisən. Yox, ümumiyyətlə, deməməyin. Bax, mən sənə bir şey deyim, bax qardaşım. Sən hazırda yol hərəkət iştirakçısı sayılırsan. 100%. Velosipeddə belə yol hərəkət iştirakçısısan. Yalnız piyada keçidində belə aparırlar belə. Onda artıq piyadasan. Çünki ayaqlarına girirsən, o sənin əşyan sayılır. Onu idarə elədinsə də, o bir nəqliyyatdır, sən də onu idarə edən yol hərəkət iştirakçısısan. Doğru. Yol hərəkət iştirakçıları qanunda bir-birinə mane olmamalıdır. Təhlükəli vəziyyət. Sən indi əsəbləşmirsən, onunla dalaşacaqsan, nə gör burada mənə başqasına, bu bir. İkincisi, dava eləyən hər kəs, ikisi də məğlub olub onsuz da. Nədən? Sadəcə hansı daha çox itki verəcək odur. Bax, getdin dalaşdın. Düzüm, o sənə söydü, sən onu vurdun, dişi sındı. Sənə amma heç nə olmadı. İkiniz də məğlubsuz artıq. Nədə mənası? Sadəcə onun dişisi, o səndən daha çox itki verib, onun dişi sınıb. Qırılan qoşundan. O daha çox itki veribdi. Yəni, bax, gör necə bir tərbiyəsiz, əcaib səslənir ki, cavan oğlansan, tərbiyəli oğlansan, qanaca, işin var, əla hər şey, yaraşıqlı oğlansan, gedib küçədə dalaşırsan. Nəyə görə? Sənə siqnal verib, ya dönmə işığını təxlis bir şey yox. Mən cavan vaxtlarımda məndə də olurdu elə şey. Durub küçədə aqressiv hərəkətlər zaten. Sən mənə niyə belə edin, niyə əlinlə belə elədin, 100% mənə söylədi, belə şeylər olub. Bu bütün sürücülərin başına gəlmiş bir hadisədir. Amma indi o qədər rahatlaşmışam ki, bilmirəm, motosikletdən dolayı belədir. Yoxsa yaşım artıq 30-dur, 2 olan olmuşam. Yoxsa bilmirəm nə məsələdir. Amma çox səbirli olmuşam, çox sakit olmuşam. Yaxşı şeydir bu əslində. Vallahi, çox gözəldir. Dostlarıma da, Rembo dostlarıma da məsləhət görürəm ki, sakit olun, sağ-salamat evinizə gedin. Əsəb özü idarə edin. Vallahi. Son olaraq izləyicilərimizə bir nə demək istəyirsən? Nə deyək? Əziz izləyicilər, əgər mətndən asılı olmayaraq, ixtisasdan asılı olmayaraq, xalqımızın bir balası olaraq, bir dost olaraq, bir xarakterli kişi dayanıbsa önümüzdə, o kişinin, bu işdən pul qazanmır. Mən çox gözəl deyirəm ki, bunun işi pul deyil. Sadəcə maarifləndirmək iqtidarındadır ki, nəsə gənclərə, sürücülərə zərrə də olsa bir qatqım olmuş olar. Əziz tamaşaçılar, lütfən, bu hər mövzuda, hər ixtisasda keçərlidir. Lütfən zəhməti qiymətləndirin. Lütfən layiq olan adamları dağ başına qaldırın. Lütfən, xahiş edirəm sizdən, layiq olan adamlara qiymət verin. Sizin o kiçik də olsa, adi sosial şəbəkədə bir dənə tıklamağınız var, belə, o 2 dənə vurmağınız, o like qoymağınız belə müqəddaratı həll edir. Əslində, çox kiçik bir mövzudur, amma fəlsəfəsi, məntiqi çox böyükdür. Sən o 2 dənə vurursan, adam var, onun müqəddaratı başqa istiqamətə gedir. Adam da var ki, sosiallaşır, adam da var ki, tanınır, adam da var ki, daha gözəl-gözəl, nə gözəldir. Oturub dostunu dəvət edib, deyir ki, normal sürün, nə məsləhət görürsən, fikrin nədir, bax, qəşə-qəşə söhbət edir. Nədir marağınız gedib lazım olmayan adamlara o qədər diqqət edirsiniz. Sözüm odur ki, mən sənin izləyicilərini, psixologiyasını bilirəm. Onu da necə bilirəm, sənə yazılan şərhlərdən, yanaşmalarından bilirəm ki, bu adamlar
hadisələrə necə münasibət göstərirsə, demək ki, o hamının öz izləyicisi ilə özü ağıldadır. Vallahi doğru. bu yəni doğrudur. Bax, elə bir şey olmaz ki, sən əstəğfurullah bizdən uzaq. Mən tərbiyəsiz olam. Amma sənə bir intelligent bir adam izləyir. Hə, yox, təbii ki. Hamının izləyicisi, publikası özü ağıldadır. Belə düşünürəm, bəlkə də yanlış düşünürəm. Yox, tam doğru düşünürsən. Məsələn, mən görürəm ki, o adam onun yaşayışı mənim yaşayışıma uyğun deyil. Onun həyatı mənimki eyni deyil. O başqa əqidənin adamıdır. Nə işim var? Onda nə işim var? O həyatını yaşasın. Mən də gedim, bu dostum, mənim marağımı bu oğlan çəkir, bu dostum çəkir. Bunun yaşayışı çəkir mənim həyatıma. Nə gözəldir, o bir yerdə dərdləşirik, motosiklet sürürük, evdən, eşdən danışırıq, işdən danışırıq ki, necə eləyək pul qazanaq, belə mövzu, sosialdan danışırıq. Bir-birimizi əqidəsizliyə dəvət eləmirik, bir-birimizi tərbiyəsizliyə dəvət, xalqı, ümumiyyətlə kütlə, hərəmizin bir 3-5 nəfər takipçisi var, onları biz pis yerə dəvət eləmirik də. Ki, sözüm ondadır ki, bir tamaşaçılarına desən nə sözüm olar, bu barədə fikirləri nədir? Fikirlərim bu qədərdir, əziz dostlar. Bilmirəm, izah eləyə bildimmi? Məncə çox yaxşıdır. Hə, sənə də uğurlar, əziz qardaşım. Dəvət elədiyin üçün çox sağ ol. Estağfurullah. Sənə görmək xüsusi bir ayrıcalıq verdi mənə, bir zövq verdi. Səndən söhbət eləmək, həm də bu səmimi söhbətlərə tamaşaçılarım, dostlarımız da qulaq asdılar. Ən gözəl günlərdə görüşmək ümidi ilə ya toyunuzda görüşək, ya oğlunuzun toyunda görüşək, qızınızın toyunda görüşək. Allaha əmanət olun, xətasız bəlasız sürün, nəqliyyat vasitələrinizi normal sürün, evinizə satın. Sənə də uğurlar. Sağ ol, çox sağ ol, var olasın. Təşəkkür.